22 iyun tarixində günorta vaxtı şaqlı bastırılmış eyni ölçüdə dirəklərin kölgələrinin uzunluqları öz uzunluqlarına bərabər olan məlumdur ki, hər iki obyektə 45 dərəcə buzaq altında düşür. Hı hı. Arasında qalan iki coğrafi enlik arasında qalan ən qısa məsafə ilə 22 dekabr tarixində günorta vaxtı şaqlı bastırılmış dirəklərin öz uzunluqlarına bərabər olan iki coğrafi enlik arasında ən qısa məsafəni tapın. Burada öz deyir ki, günəş şüaları 22 dekabrda hər iki məntəqəyə 45 dərəcə buzaq altında düşməlidir. Birinci biz buradan bunu tapmalıyıq. Mənim bir qayda var. 21,5, 68,5. Düzdürmü bu enliklər? Yəni bunu tapmaq üçün də 45 dərəcə bərabərdir. 90 çıxılsın enlik bilmirik. Plus minus 23,5 edəndə bir dəfə 21,5 alırıq, bir dəfə də 68,5 alırıq. Bəli, buna əsasən tapırıq. Biri 21, biri 68. Sonra nə deyir? Dirəklərin kölgələrinin uzunluğuna bərabər iki enlik arasında qalan ən qısa məsafə. Bunu toplayıb mənim 111-ə vurduq da biz bu cavabı. Yəni 68,5 üzərinə 21,5 deyirsiniz. Qütbü aşmaqla olacaq mənə gəlir, ən qısa yox. Baxın, əgər 22 iyundursa, demək şimal yarımkürəsində olacaqdı. 21,5 şimal, 68,5 çıxmazsınız o zaman. 22 günah bax şimalı. Biri cənabdadır, biri çıxır. Yox, bunu da ayrıca etməlisiniz. Bunu da ayrıca etməlisiniz, sonra axırda çıxacaqsınız. Hələ yox. Hələ birinci 22 iyunu tapaq. Tapdıq ki, məsələn 21,5 şimal, 68,5. Bəli. Aha. Sonra 22 dekabr üçün də tapacağıq həmin rəqəmləri. Məsələn, onların əgər fərqini tapsaq, 0 eləməz. Bəli, müəllim. Cavablar nə yazıblar müəllimdən görək? Y variantı. Yəni ki, məsafəni deyir, fərqini hesablayın, axırda çıxacaq, 0 alınacaq. 2-yə baxaq. Burada tənasüb mən yolundayım hesablamağı. Yaxşı. Səbrim çatmır, daha doğrusu demək hesab. Mən 386-ın 360 götürürük, 7-nin də x. Bu cür tənasübünü hesablayırıq. Bəli, tamamilə doğrudur. Buna da x cavab alınacaq. 29 burada yuvarlaqlaşdırsaq cavab C variantı olacaq. 3-ə baxaq. 22 iyun şimal yarımkürəsində yerləşən, şimala tərəf meyilli olan düzənliyə günorta vaxt günəş şüalarının düşmə bucağı 66,5-dir. Düzənlik 22 iyun şimal yarımkürəsində şimala tərəf meyilli olan düzənliyin günorta vaxt günəş şüalarının düşmə bucağı 66,5-dir. Düzənliyin şimal istiqamətində meyillilik 12 dərəcə olduğunu bilək. Düzənliyin hansı coğrafi enlikdə yerləşdiyini tapaq. Şimala meyillisə mənim bu günəşin düşmə bucağı 12 dərəcə kiçilib də. Hə. Yəni burada nə deyir? 66,5 yazaq bərabərdir. 90 çıxılsın. X. X götürürük mü? Sonra əsasında hesablayıq. 23,5 eləyir. 66,5. Bir də biz burada 12-ni meyliliyi çıxarsınız, yoxsa toplayarsınız? Mənim şimal olduğuna görə biz hansı ki çıxarıq da şimala meyillidir. Bəli, şimalsa çıxacağıq. İndi bunu hesablayanda müəllim 35 dərəcə alırıq biz. Sizcə hansı küləklər təsir göstərər 35 dərəcə enliklərə? O qərb küləkləridir müəllimə. Bəli, qərb küləkləri tamamilə doğrudur. 35 qərb küləkləri A variantıdır. Bilirik ki, şimal yarımkürəsində yerləşən və meyilli şimalı olarsa biz çıxırıq. Əgər şimal yarımkürəsində yerləşirsə məntəqə cənubdadırsa meyillilik, onda biz toplayırıq. Cənub tropikindən cənubda olan ərazilər seçir. Təbii ki, onlar günəşi özündən şimalda görəcək. 4-dən 5 olacaq. Doğru. 5-ə baxaq. 5 görsənmir müəllimə. Bir dəqiqə. Siz əslində ekranı özünüz üçün düzəldə bilərsiniz. Belə mi? Düzgün fikirləri müəyyən edin. Qarabağ İqtisadi rayonunda Araz çayı sahilində yalnız bir inzibati rayon var. Biz Qarabağda bu Füzulidir. Yalnız bir inzibati rayon var. Bu doğrudur. Aha. Meyilli 55-65 dərəcə olan dağ yaması telaşlaşdırma apararaq əkinçilik 50-65-də biz əkinçilik qeyri-mümkündür. Bu çox meyilli ərazilərdir. 20-25 olsaydı və biraz yüksək olsaydı 12-25 belə olsa olar məsələn. Keçilməz. Birləşmiş gələn ali təhsilli immiqrantların xüsusi səksi Kanada gələn ali bu da yanlış. Çünki Birləşmiş Ərəb Əmirliklərə gələn ali təhsilli yox, işçi qüvvəsidir. Neft sektorunda işləyən işçi qüvvəsi. Kanadada daha çox olar ali təhsilli. Bəli. Əzəl axını da belə istiqamət olaraq deyək. Aha.
Ölkəmizdə qadınların orta müddəti kişilərin orta müddətindən daha yüksək. Bəli, qadınlarda 74 onda neçədir? 74 onda 4 səhv eləmirəm. Əsrin müqaviləsi kompensasiya sahəsinin nümunə ola bilməz. Kompensasiya. Bu müqavilə deməli, kompensasiya ola bilməz məncə. Müqavilədir. 6 doğrudur. Aerozollar duman və buludun əmələ gəlməsi üçün zəruridir. 1, 4, 6 olar deməli burada. Ona deməli 5 yanlış da ola bilər nümunə. Çünki orada Bu sadəcə kompensasiya deyil. Kompensasiya başqadır. bilirsiniz necə? Orada xarici şirkətlər investisiya qoyur və hasil olan nefti tərəflər arasında bölürlər də. Öz aralarında. Elə müəllim, elə 5 doğru ola bilməz deyir. Ola bilər axı 5. Əsrin müqaviləsi ilə kompensasiya deyil ki. Mən də onu deyirəm də ola bilər olmalıdır. Ona görə yanlışdır. Hə, ola bilməz deyir. Elə biləm başqa cürdür. Hə, bilməz yazıb deyir yanlış. 6-cı sualla. Mən Buyurun. deyim müəllimə. Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Doğru olmayan fikirləri müəyyən edin. Seysmik cəhətdən fəal olan bütün ərazilərdə fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bu səhvdir. Məsələn, Azərbaycan deyə bilərik. Yəni yanlış götürəcəyik amma biri. Yer kürəsinin orbit müstəvisinə meyillik bucağı indikindən daha çox olarsa, yerin öz oxu ətrafında fırlanma sürəti tropik xəttləri boyunca azalar. Məsələn, hal-hazırda 66.5-dir. Deyək ki, tutaq ki, 70 oldu fırlanma sürəti. 70 olanda tropiklər burada keçəcək neçədən? 20-dən keçəcək. Tropik xəttlər boyunca yerin 20-dən keçərsə, bir dəqiqə yerin öz xəttə fırlanma sürəti tropik xəttləri boyunca azalar. Azalar da düz deyir. Çünki daha yaxın olur. 20-dən keçirsə artar bu sürət. Ekvatora daha yaxınlaşır axı. Ekvatora yaxınlaşır. Doğrudan. Ekvator ən sürətli ekvatordaydı, doğrudur. Bir var 23.5, 23.5, bir var 20-20. Daha yaxınlaşır. Hə, ən çox sürət ekvatordadır. Bəli, 20-dirsə ekvatora yaxınlaşır deyə artar. Hı. Deməli, bu götürürük də, səhvləmə götürürük. Şimali Amerikanın cənub ucqar nöqtəsi Cənubi Amerikanın şimal ucqar nöqtəsindən daha cənubda yerləşir. Doğrudur. Şimal Şimali Amerikanın cənubu daha cənubdadır. Bəli. O birisindən. Yəni bu doğru fikirdir, bizə Mariato lazım burnu deyil. yəni, bəli. Mariato Qalniyasdan Daha daha cənubdadır. cənubdadır. Mhm. Yay aylarında Bakı şəhərində gündüzün uzunluğu Biləsuvardankından daha azdır. Yay ayları bir dəqiqə Bakı şəhərində xeyr, Biləsuvarda gündüzün uzunluğu daha çox olacaq. Çünki Biləsuvar daha cənubdadır. Bir dəqiqə mən qoy fikrimə gətirim. Deməli yay aylarında Bakı daha şimaldadır, gündüzün uzunluğu daha azdır. Yox, Bakıda daha uzun olacaq gündüzün uzunluğu. Bəli, Biləsuvardan. çünki qütbə yaxınlaşdıqca uzunluq artır axı. Bakı Gündüzün daha şimalda uzunluğu, yerləşdiyi üçün, bəli, bu da yanlışdır. Cavabımız artıq bəllidir, amma 5 altında oxuyun müəllimə. Qazaxıstan Xırda təpəliyi Balxaş gölünün şimal hissəsində yerləşir. Bunu bilmirəm. Balxaş gölünün. Balxaş Qazaxıstandadır, amma Qazaxıstan Xırda təpəliyi, bəli, daha şimal. şimaldadır da. Bunu Doğru ifadədir. bilmirdim. Şimal-qərbə, şimal-qərb ərazisinə. Mhm. Balxaş təpəli. gölünə İli çayı tökülür. Üzərində də Kapçaqay su anbarı var müəllimə. 6-ya baxaq. Üçdərə sesinin yerləşdiyi çay tranzit xarakterə malik deyil. Deməli, Üçdərə yansızdadır. Yansız da təkcə Çin ərazisindən axdığına görə, bəli, tranzit deyil. Bəli. Doğru. 1 4 neçə? 1 2 4 olacaq oldu. yanlışlar. Bizdə də yanlış istəyir. 7-yə baxaq. Hansı fikirlər Şimali Amerika materiki üçün xarakterik olub, lakin Cənubi Amerika üçün xarakterik deyil? Deməli, Şimali Amerika üçün doğru, Cənubi Amerika üçün doğru olmayan götürəcək. Əhalinin təbii artımın ikinci tipinə malik olan ölkələr mövcuddur. Deməli, Şimali Amerikada, bu hamısını oxuyum, sonra baxım. NAFTA təşkilatına üzv olan ölkələr var. Deməli, bu Şimali Amerikaya aiddir, Cənuba aid deyil, 2 dəqiqdir. Çünki NAFTA Kanada, ABŞ, Meksika idi. Monqoloid irqinə mənsub olan xalqlar mövcuddur. Bu hər ikisində düşünürəm var. Həm Şimali Amerikada, həm Cənubi Amerikada bu oxşardır. Götürmürük. Üzərində yerləşdiyi atmosfer tavası şimal-qərb istiqamətində hərəkət edir. Bunların hamısı şimal-qərbə gedir. Bu da oxşardır. Şimali Amerika və Cənubi Amerika havaları gedir şimal-qərbə, amma Nazca havası isə əksinədir. Mhm. Sakit Bir okeanında də bunlar bəli, şimal-qərbə Sakit Hind, gedir. Avstraliya. Daha sonra Kimya
2 metr qırışıqlığında formalaşan doğru mövcud. Hə, elə budur. Deməli 2 ilə 5 olacaq. Deməli, Çünki 2 Cənubi meri Amerikada 2 meri meqavolt qırışıqlığı yoxdur. Şimali Amerikada yoxdur. var. O şimal qayalı. Hı. Onun üçün Dayalı 2-1. Meksika yaylası, Yukon yaylası. Biri də müəllimə izah edin, bir qaldı. Əhalinin təbii artımının ikinci tipinə malik olan ölkələr mövcuddur. İkinci tip, deməli bu Şimali Amerikada olmaz da. Onlar hamısı birdir. Kanada, ABŞ, Meksika. İkinci tipdə Cənubi Amerikada bu yəqin Peru, Qayana zad olar da. Qayana, Surinam, Hər onlar da ikisində olar ikinci. ikinci tip var. Bəli, hər ikisində var. Honduras, Kuba, Gvatemala onlar ikinci tipdə onsuz da. Cənubi Amerikada, Latin Amerikası əslində ölkələri ikinci tipə aid edilir də. Amma materik olaraq Şimali Amerika materikindədir. Yəni. materik kimi yanaşır. Mən ayrı-ayrı. Bəli. Daşus silsiləsi Xocaşin və Acınohur arasında olur da. Bu Kür çökməsinə aiddir da. Bu Acınohur gölüdür məsələn, burada yazma. Yuxarıda Daşüzdür, aşağıda Xocaşindir. Aşağıda Xocaşindir. Biraz da Bunlar aşağıda Kür. Mingəçevir Usan vardı. Onun biraz da aşağıda Bozdağdır. Hə. Bu şeyə düşmür, Kürə düşmür. Tektonik zon olaraq bəli. Tektonik zonada, yəni Kür çökməsində silsilə var. Daşüz, Xocaşin, Palandökən, Bozdağ, bunları deyə bilərik. Cavab C variantı. 9-a baxaq. Doğru fikirləri müəyyən edin. Pirallahı və Çilov adaları Bakı arxipelagına aiddir. Pirallah, Çilov Bakıya aid idi. Pirallahı da Bakıya aid idi da. Düzdür bu. Pirallahı Sumqayıt. Pirallahı. Bunları biraz Müəllimə, bu çaşdırır. Abşeron arxipelagına aiddir. Təngi, Muğan, desəm, onlar Bakıya aiddir. Pirallahı, Çilov, Abşeron arxipelağı olmalıdır. Bakı yox burada. Ona görə yanlışdır. Sonra 2-yə baxaq. Bunlarda biraz çaşdıram Abşeron, Bakı arxipelagını. Əslində bunu sual vermişəm sual cavabda. Orada Zəmbil yadımdadır ki, Zəmbil Bakıya aid idi. Bir Zəmbil, bir də nəsə var idi orada. Qarabağ İqtisadi Rayonunun sahəsinə görə Respublikamızın ən böyük iqtisadi rayonudur. Bəli, bu doğrudur. Qarabağ ən böyüyüdür sahəsinə görə. Cavanşir su anbarı Dağlıq Şirvan İqtisadi Rayonunda yerləşir. Cavanşir Ağsudaydı da, düzdürmü? Ağsuda Dağlıq Qobustan, o da Dağlıq Şirvandadır da. Bəli. Doğrudur. Gilgəsçay, İpək və Göydərə faydalı qazıntı yataqları eyni inzibati rayonda yerləşir. Deməli, Göydərə Kəlbəcərdə idi, İpək Laçındaydı, Gilgəsçay Narzanlı, bu da Laçındaydı. Burada Göydərə Görürsünüz müəllimlər, bu uyğunluğu yataqlardan daha çox suallar rastınıza çıxır. Yəni bunu əzbərləmək lazımdır. Hə. Bunlar yataqlarda Eyni inzibati rayonda olacaq. Xeyr, biri Kəlbəcərdir, bu ikisi Laçındadır. Demək, İpək ilə Göydərə xromiddir, Gilgəsçay civə yatağıdır. 4 yanlışdır. Gəncə şəhəri eyni adlı fiziki coğrafi rayonda yerləşir. Gəncə eyni fiziki coğrafi... Gəncə, dəqiqə burada. Gəncə Gəncədə idi də, yoxsa yox, Gəncə. Sual veribsə yəqin yanlışdır. Gəncə fiziki coğrafi rayonlar. Qazaq Qarabağa düşür müəllimə. Qazaq Qarabağ fiziki coğrafi rayonundadır. Yanlış. Böyük Kirs, Kömür Gölçükü Dağ, Qırğız və Entekli zonunda yerləşir. Böyük Kirs, Kiçik Qafqaz, Kömür Göl, Kiçik Qafqaz, Kükü Dağ, Qırğız. Bəli, bunlar hamısı Kiçik Qafqaza aiddir. Kükü Dağ hansı silsilənin və hündürlüyü nə qədərdir? Kükü Dağ 3120. Bəli, Dərələyəz olurdu. Dərələyəzdəydi. Bəli. Qırğız Murovdaydı. Kömür Göl Talışdadır 2493, Böyük Kirs 2725, Qarabağ silsiləsinin zirvəsindən. Bəli, Qarabağa aiddir. Doğrudur. 206 sualın doğru cavabıdır. Doğru fikirlər istədiyinə görə. Ona baxaq müəllimə. Doğru fikirləri müəyyən edin. Şimal Buzlu Okeanında yerləşir. Vulkanik yaylada deyil. Murovdağda yox, vulkanik yaylada. Nə? Qırğız zirvəsi. Yox, Qarabağdadır müəllim. Ziyarətlə Qırğız. Qarabağ silsiləsi. Laçından Xocalı sərhədində yerləşir. O hissələrdir, bəli. Mən Murov bilirdim ya. Qırğız Murovda deyildim. Siz Murovda dediniz. Mürabilə müəllimə. Mən Murov dedim. Murov dedim mən. Keçən dəfə ona aid etmişdik. Yerləşirdi. 2 inzibati rayonlara düşürdü həmin silsilələr. Ona baxaq. Doğru fikirləri müəyyən edin. Şimal Buzlu Okeanda yerləşən Qrenlandiya çökəkliyində su kütləsi donmuş vəziyyətdədir. Qrenlandiya. Biz deyirik ki, yəni çökəkliklərdə suyun dərinliyində
yerin daxili enerjisi var da, yəni suların donmağını qoymur o. Yəni çökəklikdə su donmuş vəziyyətdə ola bilməz. Donmuş ancaq onun səthindədir. Yəni bu yanlış fikirdir. Yüksək təzyiq nəticəsində dərin qatlarda donmuş Yer- olmaz, maye halında olar. Aha. Bu doğru Okeanların fikirdir. tropik Yoxsa yanlış deyil, donmuşdur. Hə, yanlış olacaq. Sonra yanlışdır. Hı-hı. Okeanların tropik enliklərində buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq mövcud deyil. Bu doğrudur. Çünki ora rütubətlidir, həm istidir, həm də ki rütubətlidir. Yəni fərq yoxdur orada. Ya da Mən çox necə izah cüzidir. edərsiniz buxarlanma və buxarlanma qabiliyyəti? Yəni Nəyə deyilir? buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq böyükdürsə, bu tropik səhralardadır əsasən. Fərq yoxdursa, yəni bu okeanların dəniz səthində fərq olmur. Çünki həm istilik var, həm rütubət var. İstilik də çoxdur, rütubət də çoxdur. Hı-hı. Onun üçün də burada fərq mövcud deyil. Və yaxud da çox cüzi ola bilər, ya ümumiyyətlə mövcud deyil. İndi hamısını oxuyaq, sonra bir də baxaq. Bütün Bu dinamik doğrudur da. təzyiq Aha. doğrudur. Bəli. Bütün dinamik təzyiq qurşaqlarında havanın enən hərəkəti formalaşır. Bütün dinamik təzyiq qurşaqlarında deməli Dinamiklər hansılardır müəllimə? dinamiklər deməli tropiklə qütblər dinamikdir. Xeyr. Yox, bir dəqiqə müəllimə termik ekvatorla qütb termik idi. Tropiklərlə o birisi mülayim dinamik idi. Yəni burada hamısında enən nə deyir? Enən olmayacaq. Mülayimlərdə məsələn qalxan hərəkətdir. Qalxan Yəni bu olacaq, yanlışdır. doğrudur. İstər termiklərdə, istilik- istər dinamiklərdə bir dənə qalxan var, bir dənə enən var. Yəni. Bütün Sonra istilik qurşaqlarının sərhədləri orta illik izotermlərə görə müəyyən edilir. Xeyr, tropiklərdə ən isti ayın orta temperaturada düzdür. Tropiklərdə yox. Necə deyirdik onu? tropiklərdə ortadır, Tropiklərdə- qalanlarında ən isti aydır. Qalanlarda ən isti aydır. Çünki tropiklərdə bütün il boyu isti keçdiyinə görə onlarda ən isti ay olmur. Hı. Eir gölü mülayim işıqlanma qurşağında yerləşir. Bu doğru fikirdir. Dəfələrlə Avstraliyada verdiyim sual. mülayim. Bəli. Mülayim işıqlanmada yerləşir. Avstraliyanın deyirəm ən böyük gölü hansı işıqlanmadadır? Mülayim işıqlanma. Burada doğru olacaq müəllimə 2 ilə 5. Düzdür? Davam eləyim müəllimə. Buyurun müəllimə, sizi Sxemə gözləyirəm. əsasən Aha. alçaq təzyiq mərkəzlərini göstərin. Deməli, alçaq təzyiq mərkəzi olur ki, müəllimə, biz bilirik ki, yüksəkdən alçağa doğru əsməlidir da küləklər burada. Bu da yəqin ki 1 və 4 olar. Yəni belə fikirləşirəm. Yüksəkdən alçağa doğru əsir. Bəli, düz fikirləşirsiniz, amma bunun geniş izahını verək ki, bu siklondur, bu ansiklondur. Ondur. İçəriyə doğru siklon olur. Və burada siklonda alçaq təzyiq olur deyə bunu götürürük. Bir də ki, bir var enən hava, bir də var qalxan hava. Görürsünüz, qalxan Qalxan havada hava. yüksək təzyiq olar, yoxsa alçaq təzyiq olar? Alçaq təzyiqli qalxan Təbii ki, havada. ona görə 4-ü götürdük. 12-yə baxaq. Doğru olmayan fikirləri müəyyən edin. Kalimantan və Yeni Qvineya adalarının ərazisi 2 ölkəyə məxsusdur. Kalimantan adası 3 ölkəyə məxsusdur. Ona görə biri yanlışdır, biri götürürük. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin arasında inkişaf etməkdə olan ölkələr mövcuddur. Bəli, bu doğrudur. Deməli, Braziliya, sonra Çin var. Bunlar inkişaf Yox, etməkdə BMT-də olanlardır. Braziliya olmaz müəllimə. BMT daimi üzvləri. Sədət müəllimə, siz də o üzvlərdənsiniz. Məzirə müəlliməsiniz. Mən də özü Bizim BMT-nin daimi üzvlərindən. Demək, burada Rusiya, Çini götürmək olar da müəllimə inkişaf etməkdə olan ölkələr. Hə, ona görə necə deyirlər, burada doğruluq var. Ona görə bizə 2 lazım deyil. 3-ə baxaq. tropikdədir də müəllimə bu çaylar. İravayda çaylarının bolluğu. Amudərya, Sırdərya çaylarının mənsəbi mülayim kəskin kontinental Hangisi? tropik səhrasında yerləşir. Buzlaqlarla qidalandığı üçün nə bax? Yayda, bəli, yayda. Yayda. İravad da İravad çayda harda, yay hansı iqlim? Mussondadır su, deməli, Təbii ki, orada ekvatorialdadır yayda müəllim. bolçuluq var. Deməli, oxşar xüsusiyyət ola bilər. Oxşardır. Olacaq. Deməli, bizə bu lazım Azor deyil. lazım deyil. Aha. Azor, İslandiya və Paska adaları deməli divergent sərhəddə yerləşir. Azor, İslandiya, Paska, bəli. Azor, İslandiya, müəllimə, Paska adası da Düzdür. divergentdədir. Azor, İslandiya, Atlantik okeanda, Paska, Galapagos, Sakit okeanda yerləşən divergent adalar sayılır və doğru ifadədir. Qarda, İnari və Sayma gölləri Şimali Avropada yerləşir. İnari, Sayma Şimali Avropadadır, Finlandiyada. Amma Qarda gölü Cənubi Avropa, İtaliyadadır. 5-i götürürük. Aha. Cənub-Şərqi Asiyada yerləşən Staryum çayı dünyanın ən çirkli çayı olub, Salyan çayının ən uzun qoludur.
Xeyr, Starion çayı Yava adasındadır, amma Bəli, Saluyun çayı Hind. İndoneziyada. Bəli, bəli. Yəni Saluyun çayı ilə əlaqəsi deyə bilmərik. Ona görə də 1, 5, 6 yanlış ifadə Y variantı olacaq. 13-ə baxaq müəllimə. 13. Aşağıda verilmiş adaları orta illik yağıntı miqdarının azalmasına görə sıralamalıyıq deməli. Bizdə daha çox. Deməli, Sulawesi ekvatorialda yerləşir. Yəqin ki, ən çox Sulawesi olmalıdır. Deməli İl 1 boyu ilə yağıntı var. başlayacaq. 1 ilə başlayırıq, bəli. Ən Birdən az sonra da hansında 5 olacaq verilir. müəllimə? Ən az, yəni Ən Elsmir yuxarıda olan adasındalar da. hansıdır? Bəli, Elsmir. Kanada Arktik Novaya Afrika Zemlya qırağında, bəli. Bunu da çıxarıq 4 ilə ondan aşağı. qurtaracaq. Hı. Hı. Daha sonra 5 olar Hait adaları. Bəli. Tropik dənizdə yerləşir Hait adası. Sonra Sonra Sicilya tropikin ağında yerləşir. Altın yağın. Hı. Sicilya adasından sonra da Novaya Zemlya gələr. Düzdürmü müəllimə? Biz burada temperaturları toplayıb 12-yə bölməliyik. Yağlar Lənkəran olar da müəllimə, yağıntılar daha çox qış aylarında düşür. Yağıntılara da burada baxanda ən yağıntı çox bəli. Ümumiyyətlə sentyabr, oktyabr, noyabr aylarında Lənkəranda daha çox yağıntı düşəcək. Yağıntı məsələn burada temperatur da toplayanda müəllim 12-yə böləndə 14,15 dərəcə tapılır və yanvarın temperaturu burada müsbətdir. Yayı da fikir versəz yay aylarına quraq keçir. Yayı quraq da burada Lənkəranı bəli. Məsələn burada şahbuz olmaz. Zaqatalada qış quraq keçir. Sonra 1100 Şamax. Bəli. Olabilir orada. Necə? Tovuz da olabilir. Xeyirlik yağ onu müəyyən etməliyik də. Temperatura görə. Bəli. Hə. Ancaq ki həm temperatur, həm də ki necə deyirlər, yağıntı da ən çox Lənkərana uyğun gəlir. Ona görə cavab A variantı olur. Tovuzda o qədər yağıntı düşmür axı. Çünki Tovuzun yağıntıları da əsasən qış aylarında düşür yarım səhra ərazisinə. Amma 1100 O qədər orada düşməz olmaz. axı yarım səhra. 1100 olmaz orada. Tovuzda. Tamam. 15-ə baxaq. Aha, vulkanik mənşəli adalar deməli Qaynada. Burada mada çıxarıq adam. Ada nəyə çıxarsın müəllimə? Müəllimə ada. Madagaskar adasını. Madagaskarı çıxar. B-də nəyə çıxarır? Heç birini. C vulkan. C-yə baxaq C-də müəllimə. Böyük C-də nəyə çıxarır? Britaniyadır, onu çıxarır. Böyük Britaniya çıxarır. Maldiv adaları Böyük mərcan mənşəlidir. Britaniyadır. Aha. Mərcan mənşəlidir, bəli. Bir də İrlandiyadır, bunu da çıxarıq. Materik mənşəlidir. Müqəddəs Yelena, Kuril, Havay, Alyut bu adalar vulkanik mənşəli adalar sayılır. Oldu müəllimə, sağollaşıram sizlə. 16-ya baxaq. Sağ olun mənim. Sağ ol. 16-nı kim izah etmək istəyir? Buyurun. Buyurun. Xumar müəllimə. Sənubər müəllimə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Buyurun 16-ya baxaq. Deməli, doğru sıranı istəyir. Po çayı deyir Adriatika tökülür, düzdür, İtaliya. Yukon çayı Beaufort'a tökülür, amma Kanadadan yox, ABŞ-dan tökülür, Alyaska tərəfdən. Deməli ki, səhvdir. Beaufort dənizə İravadi tökülmür Siam Yukon. körfəzi. O Makkezi çayıdır Beaufort'a tökülən. Oradakı hansı idi? Yox. Bering dənizi. Beringə İki yarımkürədə töküldü. yerləşir. Bəli. Deməli, İravadi Siam körfəzi. İravadi ilə Salum Bengal Andamana tökülürdü. Andaman dənizinə İravadi ilə tökülür. Salum. Bəli. Ona görə 3 də yanlışdır. İli çayı Balxaşa tökülür. Qazaxıstan daxilə xarsi sövzədir, düzdür. Deməli, Fərat Ərəbistan dənizidir. Yox, İran körfəzinə tökülür. Ölkəni düz verib, Dəniz- amma dəniz dəniz- burada səhvdir. Çünki İran körfəzi olmalıdır. Sonra Rona çayı Aralıq dənizi, Fransa. Hə, düzdür. Amma Bəli. orada Liguriya körfəzi dənizi tökülür. deyə bilərsən, Aralıq dənizi deyə Düzdür. bilərsən. 17-yə baxaq. Deməli, düzdür. Bəli. Cavab olacaq burada 1, Deməli, 4, 6. B variantı. 17. Xəritə sualıdır. düz grafik obyektdir. Bir haradır?
Mən yazıda sizə sual vermişdim. Bering Bering körfəzi. dənizində hansı körfəz var? Oxud dənizində hansı körfəz var? Dəfələrcə verdim suallardır. Deməli, birinci Anadır körfəzidir. Hı hı. Oxotun içində Şelixovdur. Hı hı. Üçüncü haradır? Adadır. 3 Saxalin adası. 4 də Kuril. Kuril adalarıdır. Saxalin adası mülayim mussonda yerləşir. Rusiya məxsusdur. Tatar boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Və 18-ə baxaq. Deməli, buzlaq mənşəli gölləri istəyir. Böyük kölə, ayı, düz, Maracaibo laqum mənşəlidir, çıxırıq. Nyasada tektonik çatdadır deyə çıxırıq. Hı hı. Deməli, Titicaca nədir? Tektonik Tektonik mənşəlidir. olmaz o. Titicaca. Hı hı. Aha. Məsələn, Murom, Deməli, Michigan ola bilər məsələn buzlaq. Ona görə B, o Titicaca'ya görə çıxdıq biz. C-yə baxaq. Deməlicədə Erie, Ontario düz, Van daxil şorslu Olmaz. göldür. Bəli, Tektonik mənşəli. Türkiyədə. Hı hı. Deməli, Labnor da Van kimi daxilə Şorsulu baxarsınız da göldür. şorsulu. Aha. Çıxarıq. Ladoga, Rusiya, Venerin, İsveç və Winnipeg bu da elə. Ladoga yerləşir Rusiyada, Venerin yerləşir İsveçdə, Winnipeg yerləşir Kanadada, Onega yerləşir Rusiyada. 19-a baxaq. Deməli, respublikamızın aşağıda verilmiş su anbarlarının yerləşdiyi müvafiq inzibati rayonları müəyyən edin. Uzunoba Babəkdədir. Əyriçay Müəllimə, Şəkidə. Babəkdə olanları necə yadda saxlamışdıq? Uzunoba, Sirab, Nehrəm, bir də Araz su anbarının bir hissəsi Araz. düşürdü. Bəli. Demək indi Uzunoba hansına aid olacaq? Babəkə. Babək olmayanları Babəkə. neyniyərik biz? Çıxarıq. Çıxaraq. Qaldı iki variantımız. Deməli, Əyriçay Şəkidədir. Hər ikisində şəkildir. 3-ə baxaq. Cavanşir Ağsudadır. Ona görə Yekəxana da İsmayıl. bəli, İsmayılda Yekəxana, Aşıq Bayramlı, Dəvəbatan, Məcradan kənar su anbarları var həmçinin. 20-yə baxırıq. Fikirlər istəyir. Çirklənmə qeyri-filiz mənşəli faydalı qazıntıdır. Yox, filizdir. Alinit. Alinitə görə Dəmir seçilir filizi, əsas. daş kəsən dəmir filizi. Yaxşı. Qız Qalası hidroqovşağı Füzuli inzibati rayonundadır. Füzuldəki Milmuğandır. Qız Qalası Cəbrayıldadır. Bəli, bu da yanlışdır. Deməli, 22 tarixi ərazisində gündüzün uzunluğu azalmağa başlayır. Düzdür. Ümumiyyətlə Azərbaycanda 22 iyundan bəri. Davam edeyim. Digərlərini də oxuyun da müəllimə. Bu doğrudur. Sonra 4-ə baxaq. Deməli, Zəfər zirvəsi Qarabağ dağlarında yerləşir. Yox, Qusardadır, Baş Qafqaz silsiləsində. Səhvdir. Ölkəmizin sahəsi üzrə dairəvi diaqramı qurularkən İsmayıllı inzibati rayonunun düşən uyğun sektor bucağı Şamaxıdan daha böyükdür. Düzdür. İsmayıllı rayonu Şamaxıdan böyükdür. Tamam, sahə ərazi baxımından. 3-5 sualın doğru cavabı D variantı. Sağollaşıram müəllimə sizlə. Buyurun, 21-i kim izah edər? Buyurun müəllimlər. Tez. İndi Zoom bitəcək. Kumar müəllimə, siz izah etmisiniz? Salam müəllimə, xeyr. Buyurun, tez müəllimə oxuyun. Bir sual heç olmasa geçsin. Xəritə sıxımda rəqəmlərlə verilmiş. Görmədim. Verilmiş mi? Su anbarları üçün ümumi olmayan cəhdlərini soruşur. Bu su anbarı, bir də bu su anbarı. Hə. Talış dağlı, Talış. Bu Talış Tərtərdədir, Talış kəndi var. Bu Bərdədir, onun mənsəbi budur. Hansı çaydır? Tərtər çaydır müəllimə. Üzərində hansı anbarlar var? Hə, bəli. Yeraltı sularla qidalanan çay. Tərsən su anbarı. Hə. İndi bir hansıdır, iki hansıdır? Bir sərsəydir, iki su qovuşan olacaq müəllimə. İndi oxuyaq A variantını. Buyurun. Nə deyir bir də? Su stansiyalar. A variantında müəllim. Elektrik stansiyası yoxdur. B variantında yerləşdikləri ərazilərdə qışı quraq gedən mülayim istiqlim qurşağı formalaşır. Bu doğrudur müəllimə. Bu A-nın biz fərqləndirici götürə bilmərik müəllimə. Ona görə A-nı çıxırıq. Sonra B-yə baxaq. B də düzdür. Qışı quraq keçən orada mülayim istiqlim var, formalaşıbdır. İki iqtisadi rayon ərazisində yerləşirlər.
Biri yerləşir Qarabağda, müəllim, Qarabağ İqtisadi rayonunda. Biri də düşür hara? Şərqi Arana Zəngəzura, düşür mü? Sərsəng. Sərbəst Bir də Qarabağa Hə, düşər. Qarabağa. Bu Amma doğrudur. bir Əsas şey deyim ki, qidalaşma Güvəndə Sərsənglə su qovuşanı Ağdərə rayonu verib ikisində bir yerdə. Və o da sırf Qarabağın ərazisində yerləşir də Ağdərə. Amma burada isə deyir iki Bəli. iqtisadi rayonun ərazisində yerləşirlər. Belə baxanda əgər o yəni bilgi ilə getsək, Sərsəng Kəlbəcərə düşmür ki, Ağdərədə yerləşir. Ağdərə ərazisində. necə? Şərqin gözünə düşmür. Ağdərəyə düşür. Mən də onu deyirəm. Yəni burada iki yox, bir iqtisadi rayon olmalıdır. Amma burada fərqləndirici köhnə nəşrdir. Güvəni yeni 2025-də yazılıb müəllimə. Orada Ağdərənin tərkibində ikisini də verir. Çünki mən özüm orada olmuşam, oranı verib Ağdərə ərazisi. Yəni burada deyir ki, ümumi olmayan. Ümumi yəni ki, olan düşünsək, məsələn, hər ikisi bir iqtisadi rayondadır. O da yenə Bu doğru olar. ümumiyyətlə ambar. Onda deməli su qovuşan suvarmadır. Deməli Sərsəng də suvarma olacaq da o zaman ikisi də. Mənim iki Sərsəngdə də var suvarma. Ağdərə düzünün suvarılmasında. Bir hissəsi. Bəli. İndi müəllimə burada A oldu, yoxsa C? Bəli. Burada demək iki iqtisadi C oldu. Sadəcə olaraq bunun ikisinin də Ağdərədə yerləşməsi onların ümumi cəhətidir. Artıq iki iqtisadi rayonda yerləşməsi onların ümumi olmayan əlaməti kimi sayıldı. Başa düşdünüz müəllimlər? Yəni belə. 22-yə baxaq. Hə. Abşeron yarımadasının üstün olan relyef tipləri abrazyon, akkumulyativ və abrazyon deflyasyon düzənlikləri. Akkumulyasiya yoxdur Abşeron yarımadasında. Bunu götürə bilmərik müəllim. Göl bataqlıq, yassı parçalanmış düzənliklər. Bataqlıq zordur yəqin ki. Su buzlaq Olmaz düzənliklərini dünən sual vermişdim. Hansı düzənlikdə idi müəllimə? Su buzlaq o Qusarmaylı yuxarı düzənliyi. Samırdı, hə, o tərəflərdə mənim. Göl bataqlıq olmaz, Abşeron nə əlaqə? Hə, onu çıxarıq. Sonra nələr çıxar müəllimə? Qırışıqlı erozyon dağlar. Bu da Bu da olmaz. Parçalanmış qırışıqlı dağ. Yox, olmaz. Sonra akkumulyativ düzən orada necə düzənlik olar? Küləkin təsiri ilə deflyasiya nəticəsində olan düzənlik. Bir də Abraziya dəniz sahilində yerləşdiyinə görə ən uyğunu A variantıdır burada. Provial da ola bilər də orada. Necə? Provial düzənliklər. Provial da ola bilər də Abşeron yarımadasında belə baxanda. Sumqayıt çayına axın. Sumqayıt çayı nəzarət. Müvəqqəti axarlar deyirsiniz. Amma alüvyal olmaz. Hə, Çünki daimi axar ona görə. Doğru fikirlər soruşur. Birinci, 23 gün tarixində Bakı şəhərində günəş şüalarının maksimum düşmə bucağının müşahidə olunduğu saat sutkanın ən isti vaxtı deyil. Ən isti vaxtı olmalıdır axı 22. 90 dərəcə hansı saatda düşür müəllimə? 12 deməlim, günorta 12-də. Ən isti 12-də olur müəllimə sutkanın. Xeyr, 2-də 3-də, hə. Bəli, 14:00 15:00 radələrində. Ən isti vaxtı deyil deyəndə doğru deyil də. Ən isti vaxtı deyil. Bəli, doğrudur. İkiyə baxın. Ekvatorial iqlim qurşağı ekvator xəttinin keçdiyi bütün ərazilərdə mövcuddur. Bu səhvdir. Yəni keçmədiyi ərazilərdə də mövcud ola bilər ekvatorial iqlim Yox, ona görə qurşağı. demir ki, müəllimə, ekvatorial iqlim qurşağı tam zolaq əmələ gətirmir. Onun Hə. keçdiyi ola bilər, yerlərdə bu da bilirsiniz olar. hansı təbii zonalar ola bilər? Həm özünün, həm şərqi ekvatorial meşələri, həm savanna da görə bilərsiniz. Bəli, həm Həm də rütubətli. dəyişkən rütubətli meşələr. Bəli, o da Ekvator xəttinin keçdiyi yerlərdə bu 3 dənə təbii zona var. Hökman deyil bu xəttin. Elə Hə, onlardan biri Qalapaqos adalarıdır da müəllimə. Qalapaqosu ekvator Bəli. xətti kəsir, amma özü tropik səhrada yerləşir. Bəli, müəllimə, doğrudur. 3-ə baxaq. Mən biraz dərindən fikirləşmirəm. Mən səthi oxuyuram. Hə. Plan xəritə qlobusda xüsusi miqyası təyin etməyə ehtiyac var. Plan xəritə qlobusda xüsusi miqyası təyin etməyə ehtiyac var. Xüsusi miqyas nə üçündür müəllimə? Harda təhrif varsa, səhv varsa onun üçün lazımdır. İndi planda sizcə ehtiyac var? Xeyr, plan qlobusda ehtiyac olmaz. Olmaz. Xəritə təhriflidir deyə ona ehtiyac var. Bəli, ona ehtiyac var. Deməyə ehtiyac var deyir burada. Bu da yanlış, bu da yanlış. Hə, 4-ə baxaq. Çayların yuxarı axınlarında suların kimyəvi tərkibindən asılı olmayan kanyonvari dərələr yaranır. Kanyonvari dərələr əslində yumşaq suxurların yuyulub aparılması Burada nəticəsində deyir yaranır. suxurun tərkibindən asılı olmayaraq. Olmalıdır da. Olaraq olmalıdır. 4 də yanlışdır. Aha.
miqyasları bərabər olan iki xəritədən birinin divarda tutduğu sahə böyükdürsə, o daha az generalizasiyaya məruz qalıb. Sahə daha böyükdürsə müəllim, bu daha az düzdür də müəllim bu. Daha böyük sahə tutan xəritə daha geniş coğrafi ərazini əhatə edər. Ümumiləşdirmə də az olar orada. Daha Bəli, geniş az olur. axı təsvir Bəli. eləyir. Hə, demək bu doğrudur. 5-ə baxaq. Bəli. 6-ya. Şimali Amerika litosfer tabaqası şimal-qərb istiqamət hərəkət edir. Bu da doğrudur müəllim. Bu iki Şimal dəfə qərb deyirik deyil. artıq bugün bunu. Şimali Amerika, Cənubi Amerika bu istiqamətdə olan Şimal qərb. havalardır. Xəritə çıxımına əsasən çayların səviyyənin il boyu nisbətən sabit olduğu əraziləri soruşur müəllimə. Hı -hı. Bir müəllim tropik dənizdir. Yəni burada il Yaxınlaşdırım boyu xəritəni biraz. yox, özüm yaxınlaşdırdım, görürəm. Bir tropik dənizə düşür. Burada il boyu sabitdir. Ya bu mən düşünürəm ki, Sabit olanları yəni müəllimə. olmaz. İqlimini bilsəniz avtomatik tapacaqsınız. Bəli, bu Hansılarda sabitdir? ekvatorialda mülayim dənizdir. Bərabər rütubətlidir, subtropik iqlim. Subtropikdə bir Bunlar tropik dənizdə olacaq. Tropik dənizdə deyərkən Xristofor Kolumbun kəşf elədiyi tropik dəniz. bəli, o Yəni bir. dördünə ara, bəli, onlar Aha, sonra? nəzərdə tutulur. Sonra burada 2 hardadır? 2 bu düşür Düşməz o. subekvatorial. Subekvatorialda o düşməz. Orası nisbətən, bura haradır? Subekvatorial düşmür. Viviana yaylası, Venesuela ərazisi. 2. 3-ə baxaq. 3 hardadır? Bax burada mülayim dənizdə. Bu da mülayim dənizdir. Hı. 4. Bu da subekvatoriala Bu da düşür. olmaz. Sonra 5 subtropikin bərabər yağıntısına bərabər düşür. rütubətlisidir. Dedik ki, burada yağıntılar bərabərdir deyə 5-i də götürürük. Bəli. Sonra hansı qaldı? 8 burada 6 gizlənir. 6. Hə, 8 bu düşür Yeni Zelandiyada. İndi müəllimə Aşağı siz o birlərini də deyək də. Hə, 6-da olar müəllimə. 6 kontinental iqlimdir. Burada Olmaz orada olmaz. yəni. bərabər. 7-də olar, o da subekvatorialdır 7 2 kimi. Yox, olmaz. Bu da Olmaz. yayda olur. 8-də o bərabər mülayim dənizə düşür. Burada tərəf mülayim düşür müəllim. dəniz və bərabər rütubətli subtropikdir yuxarısı. Aşağısı Bəli. mülayim dəniz. İş orasıdır ki, həm şimal adasında, həm cənub adasında olan ərazilərdə bərabər olacaq. Demək burada oldu neçə? 1 3 5 8. A variantı. 25-ə baxaq. Bu çox sadə sualdır müəllimə. 25. Köçürmə kapitalizm ölkələr müəyyən edin. Bunlar bilir Kanada, Avstraliya, Yeni Zelanda, İsrail. Və köçürmə kapitalizm ölkələri də deyirik ki, əsasən carı da əlavə edərik bunların içərisində, düzdür? Bəli. 26-nı başqa bir müəllim izah edəcək, buyurun. Sağ olun müəllim. Sağ olun. Səbinə müəllimə, buyurun. 26. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Demoqrafik keçidin birinci mərhələsinə uyğun gələn xalqların yaşadığı əraziləri müəyyən edin. Deməli, demoqrafik keçidin birinci mərhələsinə. Yeni Qvineya adası, Amazon ovalığı, Kongo çökəkliyi. Elə bu olar da müəllimə. Bəli, budur. Demoqrafik keçid. Ölümü yüksək, doğum yüksək. 27-yə baxaq. 27. Yer kürəsinin orbit müstəvisinə meyliyinin dəyişməsi nəticəsində şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədləri arasındakı məsafə 3774 kilometr təşkil etmişdir. Burada o biri cümləyə keçməmiş 3774-ü böləcək müəllimə 111-ə. Burada eləyəcək hardasa deməli 34 dərəcə, bəli. 34 dərəcə, yəni şimal və cənub sərhədləri arasındakı bu məsafə olacaq 34 dərəcə. Bu halda günəş şüalarının minimum düşmə bucağının 36 dərəcəyə bərabər olan və fərqli enliklərdə yerləşən məntəqələr arasındakı ən qısa məsafəni hesablayın. Fərqli enliklərdə deyəndə Əvvəlcə müəllimə burada tapmalısınız ki, şimal-cənub əvvəlki nəzərdə vəziyyətdə tutulur. 43 dərəcə idi fərq, düzdürmü? Yəni Bəli. 66,5-dən 23,5-i çıxanda eləyir 43 dərəcə. İndi isə deyir fərq 34 dərəcədir. Demək, indi 34-dürsə biz əvvəl şimal mülayim işıqlanma qurşağının cəmi 90 dərəcədir. Yəni 66,5, üzərinə 23,5, 90. Fərqi də 43 dərəcə oldu. Gəlin belə yazaq. Əgər bunun cəmi 90 dərəcədirsə, fərqi də yazaq. İndi buradakı ilə yazaq da neçə oldu? 34. 90 onun cəmidir. Demək, burada 2 x bərabərdir. 90 deməli üstə gəl 34 olmalıdır da 124. Aha. Buradan da X də 62. bərabərdir 62. Demək, qütb dairələrimiz hardan Aha. keçər müəllimə?
dairələrimiz Şimal 62 sərhədi dərəcədən keçir. 62-dəndir. Bəs Hı. o zaman 90-dan da yox, 62 yox, çıxanda müəllimə. İndi 62-dir də bizim qütbümüz. Bunların arasında fərq 34-dür indi. Bu neçə olmalıdır ki, 62-dən neçənin çıxmaq lazımdır ki, 34 onların arasında fərq deyil axı. Bu qütb dairəsi, bu da tropikini tapırıq biz. X neçə eləyəcək müəllimə? deməli, Yəni 62-dən 62-dən 34-ü çıxanda çıxın. 20 28. Demək tapdıq. 28. Bizim tropiklərimiz 28-dir. İndi burada nə deyir burada? Deyir ki, fərqli enliklərdir. Demək biri 28 şimal olar. Biri Düzdür də müəllimə? 28 cənub. Yox, yox. Burada biz 28 hələ etmirik. Hələ yox. Hə, fərqli Çünki enliklər deyir minimum bizdə. düşmə bucağı deyir. Burada minimum 36-ya bərabər olan. Demək yazarıq biz. Burada 90 çıxılsın 90 X çıxılsın. çıxılsın 28 tapdıq. Tropiki tapdıqda bərabər edərik 36-ya. Bəli. Neçə taparsın 36 müəllimə? 90-dan 28 çıxanda eləyəcək 2 62 Müəllimə yazdı. 26 edir. 36 26 hə. Bəli. Demək fərqli Bir də enliklər ki, biri bunu aha. hə, biri eləyəcək 26 dərəcə çıx yazıldığına görə nə Biri müəllimə 26 çıxır, şimal, biri 26 cənub. Fərqli enliklərdə yerləşən məntəqələr. Yəni biri 26 ilə şimalla 26 cənubun arasındakı məsafəni tapmalıyıq. Olacaq neçə? 52 dərəcə. Onu da 111-ə vuranı neçə eləyər? C variantı. 5772 kilometr olacaq. Minimum düşmə bucağı Müəllimə, yazırsınız. biz Müəllimə tapdınız onu. Sonra minimum düşmə bucağını yerinə qoyub tapırsınız. Hansı enliklərdir? Tapdığınız biri şimal olur, biri cənub olur. Sonra onu da 111-ə vurub məsafəni tapırsınız. Ən qısa məsafəni. Aha, buyurun. Müəllimə, bunun Buyurun. işlərin qısa yolunu biz 90-dan 34-ün çıxıb 2-yə bölsək alınır da 28. Aha. Onu da tabii deyə Birbaşa bilərik. tropiklər uzunluğa hesab. Hə, Çünki demək o biz tropiklərlə 62 tapdıq. dairələr Ha. bir-birinə 62 bərabər. 2-nin üzərində 28 gələndə cəmi 90 eləyir. Burada da 90 eləyir Bəli. onsuz da. Hə. Normalda Uzun 66 getməyə tamamda görə deyirəm müəllimə. hə. Hə, düz o yolla da gedə Çünki bilərsiniz. 2-yə də bölə bilərsiniz. Bəli, çünki o çox uzun getmir o yol. 28-ə baxaq müəllimə. Düzgün olmayan fikirləri müəyyən edin. Ekvator xətti ilə kəsişən ərazilərdə yalnız 2 təbii zonaya rast gəlinir. 2 təbii zonaya. Biri ekvatorial bu həmişəyaşıl meşə və kolluqlar onlar deyil. Bayaq dedim, Yox, 3 dənə biri təbii deyil. zona adını çəkdim. 2 dənə deyil hətta. Hə. Demək bu yanlış Dəyişkən lazımdır. rütubətli meşələr. Savanna, bir də həmişəyaşıl ekvatorial meşələr, Ekvatorial meşələr. dəyişkən rütubətli meşələr və 2-yə baxaq. Braziliyada polad istehsalı dəmir filizi hasilatından daha çoxdur. Bu yanlışdır, çünki filiz istehsalı poladdan daha çoxdur. Bəli. Sonra Ekvatorial meşələrdə 3-cü yarusda 10-20 metr hündürlüyü olan ağaclar yayılıb. 3-cü yarusda, burada 4 yarusluq idi də bu deyəsən. doğrudur da 10-20 olacaq bu. 3-cü yarus. Diorit və obsidian. Sienit, diorit bunlar intruziv suxurlardır. Amma obsidiandır, vulkan tufu, vulkan şüşəsi bunlar isə effuziv suxurlardır. Biri damar şəkilli yatağını, biri isə səpinti yatağını əmələ gətirir. Səpinti yatağını əmələ gətirənlər effuzivdir, amma damar şəkilli olan da intruzivdir. İntruzivdə bərk olur, məsaməsiz olur. Ona görə də burada nə deyir? Magmatik hər ikisi effuzivdir. Bu diorit dedi, intruzivdir. Bu 4 yanlışdır, bizə lazımdır. Artıq sualın doğru cavabı hazırdır. Digərlərini də oxuyaq müəllimə. Şimal yarımkürəsində quru sahəsi su sahəsindən daha kiçikdir. Bir dəqiqə, quru sahəsi su sahəsindən kiçikdir. Yox, elə idi ki, müəllimə. Bütün yarımkürələrdə su qurudan çoxdur. Təbii ki, quru kiçik olacaq su sahəsindən. Doğru ifadədir müəllimə. Quru sudan Şimal kiçikdir. yarımkürəsində Olsun da müəllimə, quru geniş ola bilər. Cənuba nəzərən quru çox ola bilər, görsənə bilər, amma su qurudan çoxdur. İstər şimal yarımkürəsində, istər cənub yarımkürəsində. Başa düşdüm. 6-ya baxaq. Madaqaskar və İndoneziyanın əhalisinin əsas hissəsi eyni dil ailəsinə mənsubdur. Eyni dil ailəsinə. Avstroneziya. Yəni bizə də Afrikada hansı ölkədir yeganə Avstroneziya dil ailəsinə? Madaqaskar, yerli əhalisi Malagaislər adlanır. 5-6 doğrudur burada. 29-a baxaq müəllimə. Düzgün fikirləri müəyyən edin. İsveç, Norveç, Danimarka və Belçika unitar monarxiyalardır.
Belçika federativdir. Bəli, federativ monarxiyadır. Bir yanlışdır. Sonra Aladi təşkilatına üzv olan ölkələr eyni qitə, lakin fərqli materiklərdə yerləşirlər. Bu da doğrudur. doğrudur. Tuvalılar, Şorlar və Noqaylar Uyğur dil yarımqrupuna daxildirlər. Bir dəqiqə, Tuvalılar, Şorlar, Noqaylar. Noqaylar Uyğur deyildi deyəsə mənimə. Altaylar, Noqaylar, Noqaylar, Qırğızlar, Altaylar, Qazaxlar, Q ilə Qıpçaq olar. başlayan Qıpçaq Bəli. olacaq. Noqaylar Qıpçaqdır. Amma Şorlar, Bəli. Qızıl, Tıva, Özbəklər də, Özbəkistan da, Uyğurlar da bunlar Uyğur dil qrupudur. Yəni 3 yanlışdır. Bizə doğrular lazımdır. Sonra 4-ə baxaq. Hamersli dağlarından başlayan çayların töküldüyü okeana Türk dilli ölkənin ərazisindən axan çaylar da tökülür. Bir dəqiqə, Hamersli Avstraliyadadır. Oradan başlayan Hind okeanını nəzərdə tutur yəqin ki. Bəli. Türk dilli ölkənin ərazisindən axan. Hind okeanında Türkiyədən də çaylar tökülür. Ona görə bu doğrudur. Bəli, Dəzlə Fərat çayları İran körfəzinə, Hind çayına, O da Hind okeanına daha doğrusu aid olacaq. Doğru Bəli. ifadədir. Bizə də doğru lazımdır. Sonra Əfqanistanda iqtisadiyyatın 3-cü sektoru mövcud deyil. Bu yəqin ki, mövcud deyil də müəllimə. Çünki geri qalmış ölkədir, zəif inkişafa malikdir. müəyyən qədər müəllimə var. Heç mövcud deyil deyə bilmərik. Düzdür, zəif ölkədir. Amma ki, heç mövcud deyil deyə bilmərik. 1, 4, 6-nı biz götürdük də, düzdür? Doğru. Yox, 2. 2, 4, 6. 30-a baxaq müəllimə. Sonuncu sualınızdır. Altına həsab Hansı fikirlər Argentina və Uruqvay üçün ümumi əlamətlər hesab oluna bilər? Argentina və Uruqvay üçün. Rəsmi dövlət dilləri İspan dilidir. Bunlarda İspan dilidir. Elə belə yazın Argentina. müəllimlərə Yeni görə. Aha, sonra Deməli, İspan dilidir də müəllimə onlarda. doğrudur, bir doğru. Rəsmi dövlət dili. Aha. Paytaxtları La Plata körfəzinin sahilində yerləşir. Montevideo da oradadır. Argentina, Buenos Airesdə biraz Bəli, yuxarı düşür. ikisi də Yoxsa ki, paytaxtları La Plata körfəzinin sahilində yerləşir. tamam. Paragvay və Braziliya ilə həmsərhəddirlər. Deməli, Uruqvay və Argentina. Argentina Paragvayla Braziliyanın sərhəddir, amma Uruqvay Braziliyaya düşmür deyəsən. Braziliya bütün ölkələrlə sərhəddir. Görmür, Çili və deyəsən. Ekvadordan başqa. Braziliya Deməli, hər ikisini görəcək. görür, hə. Amma Uruqvay ilə Paragvay daha bir-birini görmür müəllimə. Ona görə bu yanlışdır. Uruqvay və Paragvay bir-biri sərhəddə yerləşmir. Aha, sonra müəllimə. Şimal hissədə Sonra şimal hissələrdə günəş zenitdə olur. Deməli, Argentinanın və Uruqvayın ola bilməz. Yox, o ola bilər. ölkənin şimal hissəsində ola bilər ki, həmin ölkənin heç olmasa cənub tropik xətti kəssin ki, həmin Bəli. onun yuxarısında biraz hissə tropik işıqlanma qurşağına düşsün və tropik işıqlanma qurşağında da zenitdə olsun. Amma Uruqvay kəsməz axı. Paragvay Argentina kəsmir, da- Uruqvay kəsmir. Uruqvay tamamilə mülayim işıqlanma Kəsmir. qurşağındadır. Düzdür müəllimə? Ona görə Evet. biz bunu da aid etmirik. 5-ə baxaq. Parana çayı onların sərhədini təşkil edir. Parana çayı hər ikisindən keçir. Yox, sərhəd təşkil eləmir Parana çayı. Uruqvay ilə Argentina arası sərhəd çay deyil axı. Uruqvaydan keçmirdi müəllimə. Keçirir, sərhəd çay deyil. Sərhəd başqadır, transsərhəd başqadır. Sərhəd Tranzit deyil. çaydır. Transsərhəd deyil. 6-ya Tranzit baxaq. çayı. Başa düşdüm. Təsərrüfatın ərazi quruluşunu monosentrik forması səciyyəvidir. Monosentrik Monosentrik tək Uruqvayda ola bilər, mərkəzdir. amma tək mərkəzdə hər ikisində. Bəli, hər ikisində. Ancaq elə mənə monosentrik ölkə deyin ki, inkişaf etmiş ölkə olsun. Amma elə mənə polisentrik deyin ki, inkişaf etməkdə olan ölkə olsun. Polisentrik inkişaf etməkdə olan. Məsələn, Hindistan polisentrikdir, inkişaf etməkdə olandır. Mhm. Monosentrik inkişaf etmiş. Danimarka Ayda Danimarka inkişaf etmişdi monosentrikdə. Amma Rusiyadır, Çindir, Hindistandır inkişaf etməkdə olan ölkələrdir. Amma orada polisentrikdir. 31-i kim izah etmək istəyir? Buyurun müəllimlər, sağ olun. Səbinə müəllimə. Buyurun müəllimlər. Tez. Bitəcək indi qızım. Gülnurə müəllimə, buyurun. Gülnurə müəllimə. 31, 35. Hə, oxuyun 31-i. Düzgün fikirləri müəyyən edin.
Cəbəl Tariq və Skagera boğazları eyni okean hövzəsində yerləşir. Cəbəli Cəbəl Tarix Tariq nəyə ayırır müəllimə? e, Avropanı Afrikadan ayırır. Avropanı Düzdür? Cəbəli Tarix. Atlantik okeanı. bəli, Skagerrak, Kattegat, Böyük Belt, Kiçik Belt Şimal dənizini Baltik dənizi ilə birləşdirir. Deməli, Şimal birinci dənizi, düzdür. Baltik dənizi hara Eyni aid okean olacaq? hövzəsində O da yerləşir. eyni okean aid olacaq. Düzdürmü? Okean. Atlantik Bəli, biri okeanı. götürülür. Biri götürəcək. Aha, sonra Zund və Yucatan boğazları okeanları birləşdirir. Yucatan, xeyr müəllim. Yucatan Səhvdir. yarımadasını Kuba adasından ayıran boğazdır. Bu heç vaxt okeanı birləşdirməz. Amma Zond okeanları birləşdirə bilər. Sumatra və Yava adasını ayırır. Sakitlə Hincdə birləşdirəcək. 2 yanlışdır müəllimə. İrlandiya, Bahreyn və Bamba dənizləri coğrafi mövqeyinə və okeandan təcrid olunmasına görə eyni qrupa aiddir. İrlandiya, Bahreyn və Bamba dənizləri. Banda, Sulu, düzdür, müəllim. Sulawesi, Fiji, Bu Nubuk. düzdür. Mövqeyinə və okeandan təcrid olunmasına görə eyni qrup götürülür. Yəni müəllimə, coğrafi mövqeyinə görə dənizlər neçə qrupa ayrılır? Daxili dənizlər, kənar Daxili, kənar adalar arası. İndi bu üçünü Adalar. birləşdirə bilər coğrafi mövqeyinə görə hansı qrup? Hansı növ? Adalar arası dəniz. Və İrlandiya adası Yox. və Böyük Britaniya Onlar- arasında yerləşir İrland dənizi. Hə, Düzdürmü? bəli. İrlandiya Bəli. adası ilə Baffin adası arasında yerləşir Baffin dənizi. Banda da bilirsiniz də, dənizi. Banda Sulu Sakit Okeanda o xırda adalar içərisində adalar arası dənizdir. Sulu Sulawesi, Adalar arası. Sulu Sulawesi yuxarıdaydı. Hə, demək bu doğru olacaq. 4-ə baxaq. Bəli. Şimal Buzlu Okeanın donmayan dənizləri Sakit okeanla sərhəddində yerləşir. Bəli, Şimal Buzlu Okeanın donmayan dənizləri Ağdəniz, donmayan deyir, hə. Donmayan dənizlər Sakit Məsələn, okeanla Murmansk sərhəddində. limanının olduğu Barents dənizi donmur, deyir ki, Şimali Atlantik cərəyanı təsir göstərir. O Sakit Okean sərhədində yerləşir ki, elə Şimal Buzlu Okeanın öz içərisindədir, yəni. Yəni Hə, ona yox, daxildir. müəllim, onu götürülür. Yox, yanlışdır. 5-ə baxaq. Galapagos, Pasxa və Kuril adaları eyni okeanda yerləşir. Bu düzdür müəllim. Galapagos da Sakit Okeanda, Pasxa, Kuril adaları da Sakit Okeanda yerləşir. Bunu da götürürük. Galapagos Sakit Okeana divergent, Pasxa Sakit Okean Çiliyə məxsus, bu Ekvadora məxsus. Kuril adaları da bilirsiniz də Sakit Okeanda, amma konvergent zonada yerləşir. Bunların ikisi divergentdədir, biri konvergentdədir, amma okean olaraq eyni okeandır deyib doğru götürəcək. Ona görə onu götürürük. 6. Mərcan Mənşəli adalara bütün okeanlar, xeyr müəllim, Mərcan Mənşəli adalara bütün okeanlarda rast gəlmir. İsti ərazilərdə də Hind okeanında, məsələn, Şimal Buzlu Bəli, Okeanda Şimal Buzlu olmaz. Okeanda heç vaxt ola bilməz mərcən mənşəli adalar. 32-yə baxaq müəllimə, Venn diaqramı. Mali və Kamboca ölkələri. İş orasıdır ki, ikisinin də paytaxtından qəşəng çaylar keçir. Bəli, Rusiyanındır. Mali, daha doğrusu xüsusiyyəti oxuyun müəllimə. Ərazisi 3 yarımkürədə yerləşir. Ərazisi 3 yarımkürədə yerləşir. Müəllimə, bir ölkənin 3 yarımkürədə yerləşməsi üçün hansı xüsusi xəttlər kəsməlidir həmin ölkəni? Tropik bir də Yox, tropik kəsərsə, şimal tropiki, cənub tropiki, şimal qütb dairəsi, cənub qütb dairəsi onlar işıqlanma qurşağı deməkdir. Bəli, ekvatordur, Greenwich'dir, bir də 180 dərəcə meridiandır. Düzdürmü? İndi bu ölkələrdən kəsəcək hansısa birini bu dediyiniz Malini Greenwich kəsir. Malini, Burkina Fasonu, Əlcəzairi, İspaniyanı, Fransanı, Böyük Britaniyanı kəsir Greenwich. Mali olacaq 3 yarımkürədə. Biri aid edilir bura. Aha. Sonra Əhalisinin əksəriyyəti xmerlərdir. Xmer nə day müəllimə? Dravidlər Xmerlər. Hindistanda, Xemerlər Kambodjada, Birmanlar Xmerlər. Myanmada, Tofalar İrkutsk vilayətində yaşayır. Kambodja məmə K hərfini yerdə saxlayın. Kambodjanı ya da konstitusiyalı monarxiya K, konstitusiyalı monarxiya, bir Xemerlər, o da K hərfi ilə başlayır. Bunu yada saxlayın. Demək 2-yə aid olacaq nə? 2. Yine götürürük. Aha. Monarxiya idare etmə formasına hər ikisi malikdir.
3-ə də 3-ü götürürük. Monarxiya. Monarxiya. Monarxiya dedik axı indi Kamboca konstitusiyalı monarxiya. Deməli Bəli. 2 aid olacaq. Bura 3 yazarıq. Sonra Ərazisindən ərazisindən axan ən uzun uzun çayın ilin isti dövründə bol olur. Çay ilin isti dövründə. olur. Yəni yayda bol sulu olması üçün hansı iqlim qurşağında yerləşməsi gərəkir? Ekvatorial iqlim, subekvatorial Ekvatorialda axı iqlim. il boyudur bol sulu. Subekvatorialda mənim. Subekvatorialda yayda çünki ekvatorial hava kütlələridir. İndi subekvatorial, Kambocadan keçən bəli. çay hansıdır? Malidən keçən çay hansıdır? Hətta ikisinin paytaxtından belə keçir. Malidən Nil Mənsəbi Nigeriya ölkəsidir. OPEC-ə üzv olan federativ dövlət. Niger çayı bilirik ki, Malidən, Nigerdən, mənsəbi Nigeriyadan keçir. Givineyə yaxın başlayır da. Yəni, Malinin paytaxtı Bamako'dan keçir. Bamako. Amma Nigerin paytaxtı Niameydən keçir. Kambocanın paytaxtı Phnom Penh'dir. Phnom Penh'dən də Mekong çayı keçir. Bəli. Demək, hər ikisində Mekong da Hindçin yarımada subekvatorialdadır. Malidə keçən Niger çayı da subekvatorialdadır. Ona görə hər ikisində bol sulu vaxt yaylar deyil. 3-ə biz aid edirik 4-ü. Sonra 5-ə baxaq. Həmsərhəd olduğu ölkələrdən biri ən iri beynəlxalq neft təşkilatının üzvüdür. Kamboca olan məlumat. Mən indi dedim axı, mənsəbi OPEC-ə üzv olan federativ dövlətdir. Niger çayı, Malidən keçən Niger çayının mənsəbi Nigeriyada tövrə. Nigeriyanın Malidə həmsərhəd sayılır da. Düzdür? Bəli. Hə, ona görə 5 aid edirik. Ha, sonra paytaxtı dəniz sahilində yerləşmir. Doğru deyil? Nə Kambocanın, nə Malinin paytaxtı Bamako dəniz sahilində yerləşməz. Dəniz sahilində yerləşən ölkələrin konspektini sizə göndərmişəm. Ona və hər ikisinin paytaxtı dəniz sahilində yerləşmir. Ona görə də Maliyə aid olacaq xüsusiyyətlər 1-5, Kamboca aiddir 2-3, oxşar xüsusiyyətlər 4-6-dır. Yəni ərazilərin axan çayların ilin isti dövründə bol sulu olması və paytaxtlarının dəniz sahilində yerləşməməsi. 33-ə baxaq müəllimə, buyurun. Bəli. İki çay sahilində yerləşən inzibati rayonları müəyyən edin. Deməli, Biləsuvar, Qubadlı, Beyləqan, Saatlı, Qubadlı yerləşmir. Kürdəmir, Sabirabad, Zərdab, Qazax. Gəlin A-da nəyi çıxarıq? A-da nəyi çıxdı? Qubadlı yerləşmir, çıxdı. B-də? B-də Zərdab, yox, Zərdab düşür kürə. Qazax hər iki sağ sahilində yerləşir. Kürdəmir sol sahilində. Demək, burası yerləşir. Sabirabad da həmçinin. B sualın doğru cavabıdır. C-də nəyi çıxarıq? C-də Zəngilanı çıxarıq. D-də də çıxarıq Cəbrayılı. Bəli, Cəbrayıl çıxacaq. Y-də? Yox, Ağsunu. Y-də biz Ağsunu götürəcəyik də, bəli. Ağsu yerləşir. B variantı. 34-ə baxaq müəllimə. San Francisco, Colorado və Magdalena və Volta çaylarının mənsəblərinin yerləşdiyi ölkələr müvafiq olaraq müəyyən edin. Deməli, müəllim, San Francisco yerləşir ABŞ-da. Tocantins. San Francisco Atlantik okeanına tökülür. Bəli. Və Braziliya ölkəsindən axacaq. Təkcə Braziliyadan axır. San Francisco. Ona görə də burada Braziliya olmayanları çıxırıq. San Francisco. Sonra o San Diego müəllimə, San Francisco o ABŞ-a məxsus o qərb tərəfdə yerləşən onlar aglomerasiyalardır. Amma San Francisco çayı isə Braziliyadan axan Atlantik okeana çaydır. Colorado çayı müəllimə? Çayı ABŞ-dadır, yox Meksikadadır. Bəli, mənsəbi Meksikada olacaq, amma ABŞ-dan başlayır, söz yox. Bizə də mənsəb lazımdır. Kolumbiyadadır. Volta çayı da Afrikada, Qanadadır. Tamamilə doğrudur. Magdalena Kolumbiya ərazisində olacaq. Burada nədir? Bunu çıxarıq. Hansı variant olacaq? Burada B variantı. B variantı, müəllim. Bəli. 35-ə baxaq. Hansı ərəb ölkələrində günəş zenitdə olmur? Deməli, Qətər. Baxın müəllimə, Birləşmiş Ərəb Əmirliyini kəsir. Deməli, orada zenitdə olacaq. Omanı kəsir. Burada müəyyən qədər tropi işıqlanma qurşağına düşəcək.
Yəmən Yəməni də aşağıda kəs. qalır. Yox, Yəmən aşağıda qalır da. O Yəmən onlar o həmin ölkədə Səudiyyə Ərəbistan aşağısında da qalır. Səudiyyə Ərəbistanı kəsir. Səudiyyə Ərəbistanın elə bil cənubu, bir də Yəmən də daxil tropik işıqlanma qurşağında qalır. Yuxarı hissələr artıq mülayim işıqlanma qurşağına düşür də. Yəni şimalı, Səudiyyə Ərəbistanının şimalı. Deməli yuxarıda hansı ölkələr olacaq? Ərəbistan yarımadasına baxsanız müəllimə görəcəksiniz. Qətərdir, Qətər, Bəhreyndir, İordaniya. İordaniyadır. Bunlar mülayim işıqlanma qurşağında olduğuna görə burada Hə. zenitdə heç vaxt ola bilməz. Y Bilməz, variantı. bəli. Oldu müəllimə, vaxtınız, daha doğrusu suallar tamamdır. Sağ olun müəllim. Başqa son 5 sualı kim izah eləmək istəyir, buyursun. Kim heç izah etməyib? Müəllimə, orada bir müəllim yazıb ki, hə bu Ziya Şahməmmədli kimdirsə yazıb ki, 36-nı özünüz izah edin. Hə, yaxşı, onu da izah edək. Yer kürəsinin orbit müstəvisinə meyillik bucağı dəyişməsi nəticəsində şimal qütb işıqlanma qurşağının, qütb işıqlanma qurşağı da 66,5 ilə 90 arasında keçərlidir. Və deyir ki, cənub sərhədi, yəni 66,5 sərhədindən 5,5 şimala. O zaman biz 66,5-in üzərinə 5,5 gəlsək, alarıq 72 dərəcə. Və bu zaman kölgənin uzunluğunun ildə bir dəfə sıfıra bərabər olduğu. Biz 72-nin artıq qütb dairəsi olduğunu biləndən sonra tropiklərin 18-dən keçdiyini tapmış oluruq. 90-dan 72 çıxaraq 18 şimal, 18 cənub. Çünki tropiklərin üzərində bir dəfə sıfıra bərabər olduğu enliklərdir. Yəni 18 şimal, 18 cənub toplayanda 36 alırıq biz. 36-nı da 111-ə vuranda, yəni bizdən nə istəyir? Xəritəni soruşur da 36-nı 111-ə vurub miqyasa böləndə, bu bizim həqiqi məsafəmizdir. Miqyasa böləndə, yəni 66,6-ya artıq biz xəritədə neçə santimetr olduğunu tapırıq. Yəni 60 santimetr olacaq. Yəni C variantı. 37-ni kim izah eləmək istəyir, yoxsa izah edək? Demək 37-də burada yağıntılar toplayanda 267 milli yağıntıdır. Temperatur da burada qışda mənfi temperaturun olduğunu görürük. Yağıntı da Naxçıvana 267 düşəcək. Naxçıvana, bəli. Yəni burada imişlini çıxarıq, Kürdəmiri çıxarıq və yağıntı Laçında, Şuşada, yəni bu qədər olmaz, biraz çox olar da ona görə. Diaqramda 271 verir. Müəllimə 269-da ona yaxın olduğuna görə götürəcəyik də. Bir də mənfiyə görə götürdük də. Bəli, mənfiyə Davam görə edeyim Naxçıvana. müəllimə. Buyurun, Əgər 38 eləyən sizindir. yoxsa. Buyurun, siz edin. Cədvələ əsasən doğru sıranı müəyyən edin. Yaşayış məntəqəsi aid olduğu inzibati rayon və iqtisadi rayon. Mincivan, Zəngilan, Şərqi Zəngəzur. Mincivan elə Zəngilandadır, Şərqi Bəli, Zəngəzurdur da Ağbənddir, bu. Mincivan, Elə budur. bəli, Zəngilanda. Elə doğru cavab budur. O birilərini də Bəli, deyim budur. müəllimə qısa, yoxsa siz deyin? Nəyə görə deyil? Böyük Mərcanlı Cəbrayıldadır. Cəbrayıl amma Qarabağa aid deyil. Cəbrayıl da Şərqi Zəngəzura aiddir. Talış, Tərtər, Gəncə, Daşkəsən, yaşayış məntəqəsi. Ümumiyyətlə, burada ümumiyyətlə uyğunluq yoxdur. Tərtər, Gəncə, Daşkəsən heç bunlar bir-birinə uyğun deyil. Amma Talış Talış kəndi hardaydı bunu Tərtərdədir, bilmirəm. amma Gəncə Daşkəsən deyil də Qarabağ Gəncə, olmalıdır. Daşkəsənə. Aha. Tuğ Xocalıdadır. Tuğ Xocalı, Qarabağ. Tuğ çökəkliyində Tuğ Azad çökəkliyi mağarası yerləşir və Xocavənddədir. Xocavənddə idi, Xocavənddə, hə. Düzdür. Ağdaban, Laçın, Şərqi Ağdaban, Mincivan, bunlar Yox, Zəngilanda olmalı idi. Ağbənd Mincivan Zəngilana gedir. Bu Ağdabandır. Ağbənd başqadır, Ağdaban. Ağbənd. Aha, Ağbənddə. Ağdaban o da Ağdaban hardadır? Kəlbəcərdə, o da Şərqi Zəngəzur. Laçın olması burada bir də yanlışdır. Həm 39-da Ağoğlan da Xocavənddədir. Hadrutun əvvəlki adıdır. bəli, Hadrut. Qırmızı bazar. Müəllimə, bunu da mən oxuyum 39-u. Buyurun müəllim. Buyurun. Müvafiq olaraq Tamil İlam 1, Dnestryanı, bir də Olster 3-cü. Hə, və Balsklar ölkəsi. Yəni qaynar nöqtələri deyir müəllimə. Aha, bəli. Tamil İlam müəllimə Şirlankadadır. Dnestryanı Ukraynanı götürərik. O İrlandiyadadır da müəllim Olster. Düzdür? Bəli, Ulster problemi, bəli, o İrlandiya ərazisində Dnestr Moldovadır, tam İlama Şirlanka ərazisində olacaq. Hansı variantdır? Hə. Bir də Basklar da İspaniyadadır. C variantı. Basklar da İspaniya ərazisində, bəli, İspaniya. Sonuncu C İspaniya variantıdır. olacaq, bəli. Aha, düzdür. C variantı. C variantı. Bir də 40-a baxaq. Aha, 40-a baxaq. Padar çöl göllər dəmir yol xətti hansı iqtisadi rayonları əlaqələndirir? Milmuğam, Dağlıq Şirvan mərkəzi. Müəllimə, elə bil bu da Dağlıq Şirvanla Şirvan Salyandır. Düzdür müəllimə? Necə?
D variantı. Dağlıq Şirvandan Şirvansalyan. Bəli, Şamaxı, Dağlıq Şirvan, Hacıqabul, Şirvansalyan D Bəli, variantı. Bu sualda bəli. sizə canlı D sual variantı. cavabda vermişəm dəfələrcə. Bəli, Özür bəli. dilərim. O zaman gecəniz xeyrə qalsın müəllimlər. Sabah görüşürük. Bizim MİQ qrupu Müəllimə ilə möhtəşəm sual cavabımız olacaq. Sağ olun.